Salam əziz müəllimlər və abituriyentlər. Bugünkü mövzumuz güvəndən 18.2 başlığıdır. Karbon turşularının alınması, fiziki və kimyəvi xassələri. Birinci reaksiyada bizə turşu və qələvi verir. Bunların reaksiyasından alınır sirkə turşusunun natrium duzu və su. Duz alınır, düzdür. Qaz halında maddə alınır, səhvdir. Su alınır, düzdür. 1-3 cavab olur D bəndi. İkincində, əgər tereftal turşusu deyirsə, bu tereftal turşusu. Bunu almaqdan ötürü biz nə götürməliyik əvvəldə? Burada götürməliyik paraksilol. Əgər paraksilol yoxdursa, beynəlxalq adını axtarın variantlarda. 1, 2, 3, 4. Onda olacaq 1,4 dimetil benzol. Bizə 3 də sirkə turşusu verir. Çox əsaslı turşudur yazır. Səhv fikir. Karboksil qrupuna fikir verin. Əgər bir karboksil qrupu varsa, karboksildəki hidrogen də əsaslıq göstərən, deməli bir əsaslı turşudur. Biri çıxırıq. Qüvvətli turşudur. Xeyr, bu zəif turşudur. 1 molunun metallarla tam reaksiyasından 0,5 mol H2 alınır. O alınan H2 bax buradan əmələ gəlir. Bir hidrogen atomu yarım mol hidrogenə çevrilir. Və efirləşmə reaksiyasına daxil olur. Bu da doğru fikirdir. Doğru fikirlər 2, 3. Cavab da olur D bəndi. Dördüncüdə isə toluolun kalipermanqanatla reaksiyasını verir. Bu toluol, yəni metil benzol. Toluol oksidləşəndə ancaq buradakı metil qrupu oksidləşməyə məruz qalır. Bu zaman da benzoy turşusu əmələ gəlir. Cavab olur C bəndi. 5-də 2 dənə turşu verib bizə. Biri üzvü, biri qeyri-üzvü. Yazır ki, hər ikisi üçün doğru ifadələr. Bir əsaslı turşudur. Burada sirkə turşusu bir əsaslıdır, amma sulfat 2 əsaslıdır. Onda biri çıxıram. Üzvü turşudur. Yenə də biri üzvüdür, biri qeyri-üzvüdür. Bu fikir ikisinə də aid olmayacaq. Amma hər ikisi efirləşmə reaksiyasına daxil olur. Sirkə turşusu spirtlərlə efirləşməyə daxil olur. Elə sulfat turşusu da spirtlərlə efirləşmə reaksiyasına daxil olur. Hətta onun deməli spirtlərin əmələ gətirdiyi efirlərin natrium duzundan paraşok kimi istifadə edirik. Demək ki, bu da C bəndidir. Burada xlor olan digərlərindən güclü olacaqdır. Ona görə Z hamısından böyükdür. Bu ikisini də müqayisə eləyəndə radikalın sayı artanda turşuluq aşağı düşür. Ona görə X böyükdür Y-dən, cavab da olur D bəndi. 7-də deyir hansı maddənin turşuluq xassəsi daha zəifdir. Baxın, demək olar ki, bir neçəsinə bax, 2 xlor, burada 2 xlor və bunların da hər ikisində 1 xlor, Y bəndində isə ümumiyyətlə xlor yoxdur. Deməli, xloru olmayan digərlərinə baxanda çox zəifdir. 8-də də hidrogenlə birləşmə reaksiyası dediyinə görə bizə doymamış turşular lazımdır. Sirkə doymuş, stearin doymuş, qarışqanı çıxırıq, palmitini çıxırıq, cavab olur A bəndi. 9-da burada bizə halogenlər verir və halogenləri bura əlavə elədikcə turşuluq qabiliyyəti getdikcə güclənir. Harda aktiv halogen varsa, onun turşuluq qabiliyyəti daha yüksəkdir. Ən aktiv halogenda fluordur. Onda Z olacaq fluor, Y olacaq flor, X də brom, cavab da A. Onda hansı doymamış bir əsaslı karbon turşusunun 1 molunu doymuş hala gətirmək üçün 2 mol hidrogen lazımdır. Hardakı 2 pi rabitəsi olan var, o da olacaq cavab. Burada da uyğun gəlir linol turşusu. Çünki stearin C17 H35'dir. Bu doymuşdur. 17H33 olanda doymamışdı, 1-2 qat rabitəsi var. 17H31 olanda 2 pi rabitəsi var. Linolendə isə 3 pi rabitə var. Bu olur olein, bu linol. 17H29'da da 3 pi rabitə mövcuddur. Onda adı olacaq linolen. İndi bizdən nə istəyir? 2 mol hidrogen dediyinə görə olacaq linol turşusu. 11-də hansı turşu bromlu suyu rəngsizləşdirmir? 2 qat rabitəsi olanlar rəngsizləşdirir. Bizə lazımdır doymuş turşu. Doymuş turşunu da necə başa düşürük? Radikal hissə CnH2n topla 1 formuluna tabe edirsə doymuş turşudur.
Buna da C bəndi uyğun gəlir. 12-də hansı maddələr gümüş güzgü reaksiyasına daxil olmur? Qarışqa turşusu. Qarışqa turşusunun duzları gümüş güzgü reaksiyasına daxil olur. Həmçinin bütün aldehidlər gümüş güzgü reaksiyasına daxil olur. Sonra karbohidratlardan glukoza, riboza, dezoksiriboza, o da gümüş güzgüyə daxil olur. Olmur soruşduğuna görə götürəcəyik sirkə turşusu. Qarışqa turşusu, qarışqa aldehidi, sirkə aldehidi bunlar uzlaşır. O zaman olur cavabımız yalnız bir E bəndi. 13-də sirkə turşusunun natrium hidroksidlə reaksiyası. Bu reaksiya 1-ə 1 nisbətdə gedir. 1 mol, yəni 60 qram sirkə turşusu 1 mol natrium hidroksidlə neytrallaşır. Çünki bu bir əsaslı turşudur. Natrium hidroksid də bir turşulu əsasdır. 90-a neçə olacaq? 90 böl 60 olur 1,5. Cavab da A bəndi. Sirkə turşusuna reaksiyaya daxil olan maddələri müəyyən edin. Bu bir turşudursa, əsas xassəli maddələrlə reaksiyaya daxil olacaq. Və bir də özündən zəif turşuların duzları ola bilər. A-da kalium sulfatı çıxırıq. B-də misi çıxırıq. C uyğun kimi görünür. Baxaq, D-də natrium nitrat ola bilməz. Y-də də gümüşü çıxırıq. Cavab qalır C. 15-ci sualda 2 duz verir bizə. Hər ikisi normal duzdur, bəli. Gümüş güzgü reaksiyasına daxil olan formiat turşusunun duzları olur. Bu yazıb ki, daxil olmur. Ona görə bunu çıxırıq. Suda məhlulları turş mühit verir. Səhvdir. Hər ikisi zəif turşu qüvvətli əsasdan əmələ gəldiyinə görə əsasi mühit verəcək. Cavab yalnız bir A bəndi doğrudur. 16-da qarışqa turşusunun natriumla reaksiyası verir. Sonra burada qatı sulfat turşusunun iştirakında parçalanmasını nəzərdə tutur. Bir də gümüş güzgü reaksiyası. Deyir, reaksiya üçün ümumi olan ifadələri müəyyən edin. Burada bax, birinci istiqamətdə reaksiyanı aparsaq, alınacaq HCOO natrium və buradan hidrogen ayrılır. İki istiqamətində aparsaq, CO ilə su əmələ gəlir. Üçüncü istiqamətdə də aparsaq, artıq bu tam oksidləşməyə məruz qalır. Karbon qazı ilə su əmələ gəlir. Deyir ki, 2-yə baxın, elə birinci gözümə o dəydi. Adi şəraitdə qaz halında olan maddə alınır. Biz bunu götürürük. Amma deyir ki, bəsit maddə alınır. Axı, bunun hər üçündə bəsit maddə alınmayıb. Bax, burada ancaq mürəkkəblər alınır. Ona görə 3-ü götürə bilmirik. Sonra yazır ki, oksidləşmə reduksiya reaksiyasıdır. Baxaq, görək, hər üçü oksidləşmə reduksiyadırmı? Sən burada karbon oksidləşmə dərəcəsini tapaq. Burada da tapaq, baxaq, görək. Bax, bu istiqamətdə gedəndə heç nə öz oksidləşmə dərəcəsini dəyişmir. Ona görə də biz biri hamısına aid edə bilmərik. Cavab olur A bəndi, yalnız 2. Sonra hər birindən 1 mol götürülmüş qarışqa, oksalat, tereftal turşuları qarışığını tam neytrallaşdırmaq üçün nə qədər natrium hidroksid lazımdır? Qarışqa turşusu bir əsaslı olduğuna görə onun 1 moluna 1 mol, oksalat turşusu 2 əsaslıdır, 1 moluna 2 mol, tereftal turşusu da 2 əsaslıdır deyə 1 moluna 2 mol natrium hidroksid sərf olunacaq və toplam da burada 5 mol natrium hidroksid lazımdır. Burada birinci istiqamət olur oksidləşmə, ikinci turşu ilə əsas arasındakı reaksiya neytrallaşma, üçüncü isə efirləşmə. 368 qram toluolun oksidləşməsi zamanı 75% çıxımla neçə mol benzoy turşusu alınır? Reaksiya belə gedir ki, 1 mol toluoldan 1 mol benzoy turşusu alınır. Toluol C7 CnH2n-6 formuluna malik olduğu üçün C7H8-dir. Bunu da molyar kütləsini hesablasaq, 12 vur 7 üstə gəl 8, bu olur 92. Deməli, 92-dən 1 mol alınır. Bəs 368-dən 100% çıxımla biz nə qədər əldə edə bilərik? 368-i bölürük 92-yə, alırıq 4 mol. Əslində 4 mol alınmalıdır. Onda belə tənasüb quraq ki, 4 mol alınsaydı, deyərdik ki, çıxım 100%-dir. Bizdən 75% çıxımla nə qədər alındığını istəyir. X. O da olacaqdır 4 vuraq 75 bölək 100. Cavab olur 3. 3. Bu da C bəndi. 20-ci sualda akrit və metakril turşular üçün hansı ifadə doğrudur? Karbon skletini yazıram. Bax, bu akril turşusu. Bu da metakril turşusu.
Metakril turşusunda ikinci karbonda bir metil radikalı var. Yazıb ki, doymamış bir əsaslı turşudur. Bəli, bu hamısı üçün doğrudur. Cis transamerliyə malikdir. Xeyr, 2 qat rabitə birinci karbondan sonra gəldiyi üçün burada cis transamerlik yoxdur və bromlu suyu da rəngsizləşdirirlər. Burada yaxşı deyirəm, qulaq asın. Fürsətdən istifadə edib turşuları da yadımıza salaq. Fosforun turşularından HPO3 metafosfat. Sonra 3 turşusu var ki, hidrogenin sayı 3'dür. H3PO2 hipofosfit, H3PO3 fosfit, H3PO4 orta fosfat, H4P2O7 pirofosfat. Hipofosfit dediği üçün qarşısına yazıram H3PO2. Amma unutmayın ki, 3 hidrogeni olsa da bu bir əsaslı turşudur. Formiat turşusu qarışqa turşusudur. HCOOH, sulfid H2S, sulfat H2SO4, bromid H, brom, oksalat H2C2O4 də yaza bilərik, amma özüm açıq yazıram. COH ki, əsaslı olduğunu görəsiz. İndi deyək ki, birinci boşluğa baxıram. Turş duz əmələ gətirmir. Turş duz əmələ gətirmirsə, deməli bir əsaslı olmalıdır. Amma molekulunda oksigen atomu da yoxdur. Oksigen atomu yoxdursa, onda biz bu birinciyə nəyə aid edə bilərik? 4'ü bir əsaslı olsun, içində oksigen atomu olmasın. 1'ə 4 olan variantları saxlayıb, digər variantları silirəm. Sonra ikinci boşluğa baxaq. Oksigeni yoxdur, amma turş duz əmələ gətirir. Burada 2 əsaslı bir şey. 2 əsaslı olub, oksigeni olmayan ancaq 5 uyğun gəlir. Onda 2'nin altında da 5 olsun. Sonra üçüncü boşluğa baxırıq. Turş duz əmələ gətirir, çox əsaslıdır. Həm də tərkibində oksigen atomu var. Bura 2 də aid ola bilər. 6 da aid ola bilər. 2 ilə 6'nı da bura seçəndə yerdə qaldı 4-cü. Molekulda oksigen var, amma turş duz əmələ gətirmir. Molekulda oksigeni turş duz əmələ gətirməyəndə hipofosfitlə formiatdır. 1-3 cavab da olur C bəndi. 22-də sirkə və qarışqa turşuları üçün ümumi olan ifadələr. Hər ikisi bir əsaslıdır. Natrium hidroksitlə neytrallaşırlar. Amma gümüş güzgü reaksiyasına hər ikisi daxil olmur. Cavab D. Hansı reaksiya gedir? Birincindəki hər ikisi turşu ilə turşu reaksiyasıdır. Bu reaksiya getməz. İkincidəki sirkə turşusunun natrium duzudur. Ancaq qarışqa turşusunun natrium duzu, kalium duzu gümüş bir oksidlə reaksiyaya daxil ola bilər. Onda 2 getməz. Üçüncüsündəki qarışqa turşusunun natrium duzudur deyə oksidləşmə reaksiyasına daxil olur. 4-dəki də elə qarışqa turşusunun özüdür, o da gümüş güzgü reaksiyaya daxil olur. 2 metil propen turşusu hansı reaksiyaya daxil olmur? Bu doymamış turşudur, bayaq yazmışdıq, metakril turşusudur. 2 qat rabitəsi var, polimerləşməyə daxil olur, efirləşməyə daxil olur, neytrallaşma, əvəz etmə. Amma orada biz onun polikondensləşmə reaksiyaya girdiyini görməmişik, belə bir xassiyəsi yox. Burada birinci reaksiyada temperatur 140-dan kiçikdir deyə sadə efir alınır, dietil efiri. C2H5O, C2H5. Mən əsas məhsulu yazıram. Burada suda çıxır, onu yazmıram. İkincində turşu ilə spirtin reaksiyasıdır. Mürəkkəb efir alınacaq. CH3CO, C2H5. Üçüncündə buten 2-dir. Su ilə reaksiyaya girəndə butanol alınır. Bu da bax bu şəkildə burada bir OH. Dördüncüdə isə aldehidin hidrogenləşməsidir. Buradan spirt alınır, amma 3 karbonlu spirtdir. Bizdən də izomer soruşduğuna görə ümumiyyətlə burada karbon sayları oxşar olan 1 və 3-dür. Həm də 1-dəki sadə efirdir. 3-dəki də spirtdir. Sadə efirlə də spirt bir-birinin izomer olur. Buna görə cavabımız C bəndi. 26-da qarışqa turşusu üçün hansı ifadə doğrudur? 1-ə yazıb ki, bərk haldadır. Xeyr, bunu çıxırıq. Suda həll olur. Bəli, həll olur. Və deyir ki, molekulları arasında hidrogen rabitəsi yaranır. O da var. Cavab E bəndi olur. Hansı reaksiyadan metal alınmır? A bəndində gümüş güzgü reaksiyasıdır. Bu zaman 2 mol gümüş ayrılır. Bu var. Bunu götürürük. B bəndində pirometallurgiya üsuludur. Sink ayrılır.
C də həmçinin pirometallurgiyadan hidrogenotermiyadır. Hidrogen oksigeni qopardır, dəmir metalı ayrılır. Amma D bəndi natrium xlorinin sulu məhlulun elektrolizidir. Burada alınır natrium hidroksid, xlor və hidrogen. Ona görə cavab D-dir. 28-də hansı maddələr gümüş güzgü reaksiyasına daxil olur? Biri çıxırıq çünki spirtdir, 2 aiddir çünki aldehiddir, 3-dəki də turşudur, amma burada aldehid qrupu var deyə o da daxil ola bilir. 29-da asetilinin kalium permanganat məhlulunu rəngsizləşdirməsi zamanı hansı turşu alınır? Bu asetilinin oksidləşmə reaksiyasıdır və asetilinin də oksidləşməsindən oksalat turşusu əmələ gəlir. Asetilindən sonraki alkinlər oksidləşəndə 3 qat rabitə yerindən sınır və 2 turşu yaranır. 22 qram asetaldehidin oksidləşməsindən 50% çıxımla neçə qram asetat turşusu alınır? Bu reaksiyalar birəbir nisbətdə gedir. Aldehid, oradan aldıq turşu. Fərq burada 16 qram bir oksigenin artmasıdır. 44-dən əgər biz 60 alırıqsa, onda 22-dən də 30 almalıyıq. Amma bu 100% çıxımlandır. Bizdən deyir 50% çıxımla neçə ala bilərsiniz? Bu da 30-un yarısı olacaq. O da 15 eləyir. Cavab da D bəndi olur. 31-də. Burada yaxşı düşünün, yəqin ki, karbonla reaksiyanı nəzərdə tutubdur və X karbon monoksiddir. Karbon monoksidin natrium hidroksidin reaksiyasından natrium formiyat alınır. HCOO natrium. Natrium formiyat da oksidləşməyə məruz qalır miski hidroksidlə. Bu zaman indi bizdən Z maddəsini soruşur ki, Z nə ola bilər və burada natriumun qeyri-üzvi duzu əmələ gəlir. Buna görə cavab olur C. 32-də X ilə Y turş mühit göstərir. Turş mühit göstərirsə bu 1 ilə 3 ola bilər. Amma X gümüş güzgü reaksiyasına daxil olmur. Onda 3-dür. Bura 3-ü seçiriksə, Z də qələvi mühit göstərirsə, buna da formiyat turşusunun natrium duzunu götürürük. Onda burada qarışqa turşusu, yəni formiyat turşusu olacaq. Cavab da A bəndi olacaq. 33-də deyir, sirkə turşusu üçün hansı reaksiya xarakterik deyil? Efirləşmə var, halogenləşmə var, dehidratlaşma, neytrallaşma, amma oksidləşmə yoxdur. Oksidləşmə bunlardan ancaq qarışqa turşusunda var. CnH2 toplu 2 ümumi formuna malik maddənin katalitik oksidləşməsindən sənayedə nə? Bu alkandır. Alkanların da oksidləşməsindən alına bilər. Bağışlayın. N-in deyir qiymətini müəyyən edin. Əgər N-ə qiymət 1 versək, o zaman qarışqa turşusu alınacaq. N-ə qiymət 4 versək, yarı bölünür 2 mol sirkə turşusu əmələ gətirir. Cavab D. Yəni. 35-də hansı halda molekulda karboksil qrupu olan üzvü maddə əmələ gəlmir? A bəndindəki asetilindir. Asetilindən alınır oksalat turşusu. Bu əmələ gəlir. Sonra C-dəki maddə sirkə anhidrididir. Su ilə reaksiyasına 2 mol sirkə turşusu alınır. D-dən alınır. Y-dəki aldehiddir, oksidləşməyə məruz qalır. Amma B bəndindəki bu verilən maddə ketondur və keton gümüş güzgü reaksiyasına daxil olmur. 530 qram paraksilolun oksidləşməsi zamanı 80% çıxımdan neçə mol tereftal turşusu alınır? Əslində orada 1 mol paraksiloldan 1 mol tereftal alınır. İndi bizə lazımdır paraksilolun molyar kütləsini müəyyənləşdirmək. Paraksilol C8H10-dur. Molyar kütləsini tapsaq 8 vuraq 12, üstə gələk 10. Bu olur 106. 106-dan 1 mol alınır. 530-dan neçə alınır? Tapırıq ki, 530 106-ya bölünür 5 mol alınır. Amma bizə deyir ki, 80% çıxımdan. 5 mol biz aldıq 100% çıxımdan. Bəs 80 ilə neçə əldə edə bilərik? 5 vur 80 bölü 100. Bu da olur A bəndi. 4. Baxın uşaq, burada deməli birinci reaksiyada xlorun hərəsi buradakı karbonun birinə birləşəcək. Belə 2 qat rabitə sınır. İkinci maddədə yəni neynəsək də alınan məhsulda 1 xlor atomu var. Buna görə heç reaksiyanı yazmağa dəymir. Ən azından bizdə yuxarıdakında 2 xlor mövcuddur. Üçüncüdə isə bu xlor olmalıdır və xlor əlavə eləyəndə ikinci karbondakı hidrogen xlorun əvəz olunur, amma biri əvəz olunur. 1 xlorlu məhsul alınır.
Bizə deyir eyni məhsullar olsun. Bir də burada bu ikidə bir şey deyim ki, H-xloru birləşdirəndə bu Markovnikovun əksinə gedir reaksiya. Xlor birinciyə birləşəcək, H bura birləşir. Ona görə 2 ilə 3-dəki eyni məhsul sayılmır. 3-də xlor bu ikinci karbona birləşir. Amma 4-cündə xlor bu ikinci karbondakı hidrogeni birini əvəz elədiyinə görə 2 xlorlu turşu alınır və ona görə də 1 ilə 4 uyğun olur. Deməli, bu testdən biz nə öyrəndik? Yadda saxlayın ki, doymamış maddələrə H-xlorun birləşməsi Markovnikovun, doymamış maddələr yox, doymamış turşuları Markovnikovun əksinə gedir. 38-də gümüş bir nitratı parçalayıb, buradan gümüş bir oksdan. Elə bu səhvdir. Çünki gümüşlə civə parçalananda orada metalın özü alınmalı idi. Bu doğru deyil. Sonra gümüş bir oksidin qarışqa aldehidi ilə reaksiyasından turşu alınır. Turşudan da karbon qazanılır. Bu mərhələlər doğrudur. Doğru olmayan A. 39-da T böyükdür 140. Yüksək temperaturda biz bunu qızdırsaq, burada alınacaqdır etilen, C2H4, bir də su ayrılır. İkincində qarışqa aldehidinin oksidləşməsidir. Alınacaq HCOOH turşu. Üçüncündə də ikili spirtin oksidləşməsidir. Buradan da keton əmələ gəlir. Deyir, hansı maddə gümüş bir oksidin amoniyaktakı məhlulu ilə reaksiyaya daxil olar? Buna da yalnız uyğun gələcək. Baxaq, 1-2 uyğun gəlir. Birincində də ki, etilendir də, etilen daxil olmur. Yalnız 2-dir, bəli, B bəndidir. Belə reaksiyalar bir də alkin dərsində var idi. Orada da hansı alkinlər, o alkinlər ki, 3 qat rabitə birinci karbondan sonra gəlsin. Onlar gümüş bir oksidlə daxil olurdu reaksiyaya. 40-cı sualda. Doymuş bir atomlu spirtin 0,1 molu doymuş bir əsaslı karbon turşusu ilə reaksiyaya daxil olanda 1,8 qram su, 10,2 qram efir alınır. Bax, sxemi bu şəkildə yazaq. Turşu, üstə gələk spirt, alındı efir, üstə gələk su. Normalda bilirik ki, bu reaksiya bir-bir nisbətdə gedir və 18 qram su alınır. Bu bizə 1,8 su verdiyinə görə və spirtə də 0,1 mol verdiyi üçün biz də bilirik ki, spirt 1 mol daxil olur. Efir də əgər 10,2 veribsə, deməli bizim misalda da efir 102 olacaqdır. Və turşu və spirtin molyar kütlələrinin nisbəti 1-dir. Nisbəti 1-dirsə, yəni onlar bir-birinə bərabərdir deməkdir. Onda bu məhsul tərəfə baxın. Buranı toplayırıq, olacaqdır 120. Deməli, başlanğıc maddələrində cəmi 120 olmalıdır. Amma molyar kütlələrinin bir-birinə nisbəti 1-dirsə, deməli bərabərdir. Onda bizdəki turşu da 60-dır, spirt də 60-dır. Deyir, turşunu müəyyən edin. Molyarı 60 olan turşunu müəyyənləşdiririk. Onu da ümumi formulunu da yaza bilərsiniz. CnH2nO2, yəni 14n üstə gəl 32 bərabərdir 60. 60-dan da 32 çıxıb, bölürük 14-ə. Bu da edir etan turşusu, yəni sirkə turşusu. 41-də X-dən başlayırıq hərəkət eləməyə. X əgər etanoldursa, T böyükdür 140-da bunu qızdırsaq, etilen alınır. Onu da su ilə reaksiyasından yenidən etanol alınır. Bu X yenidən etil spirtidir. Etil spirtidirsə, onun oksidləşməsindən Z maddəsi etanaldır, aldehid. Etanalın da oksidləşməsindən etan turşusu alınır, T maddəsi. Bir tamamilə uyğunlaşır. Əgər biz bura X-in yerinə propen yazsaq, propeni propanol 1 yazsaq, X-in yerinə oradan propen ala bilirik. Propenin su ilə reaksiyasından bir də propanol 1 alırıq. Və onun da oksidləşməsindən nəticədə gəlib propan turşusuna çıxa bilirik. Deməli, 2 də doğrudur. Amma biz burada nə deyir? Propanol 2 götürsək X-də. Düzdür, oradan Y-də propen alırıq. Sonra propanoldan propendən yenidən propanol 2-yə qayıda bilirik. Amma bir məsələ var ki, propanol 2-ni oksidləşdirəndə biz oradan aldehid yox, keton alırıq. Bax, burada zəncir dayanır. Z-dən sonra getmir. Ona görə 3-ü götürə bilmərik. Cavab olur 1 ilə 2. 42-ci sualda isə həm karboksil qrupu var, həm də hidroksil qrupu var. Burada biraz ehtiyatlı olmaq lazımdır. Yazıb ki, karbohidratdır, bu səhv fikirdir.
asimetrik karbonu var. Bax, işarələdiyim karbona bu hidrogeni silib digər tərəfdən birləşdirsəm, görərik ki, 4 bir tərəfdən fərqli funksional qruplar birləşib. Demək ki, həqiqətən asimetrik karbonu var. Sonra nəyə diqqət edin? Bax, bunu silirəm. Burada diqqət olması bir yer var. Deyək ki, artıq miqdarda götürülmüş natriumla reaksiyasından 1 mol hidrogen alınır. O 1 mol hidrogeni, bu hidrogen atomu, bir də karboksil qrupundakı hidrogen atomu, onları nəzərdə tutur. Çünki natrium bu mühitə əlavə olunanda o həm karboksildəki hidrogeni sıxışdırıb çıxardır, həm də hidroksil qrupundakı hidrogeni. Amma bir şeyə diqqət edin. Desək ki, neytrallaşma reaksiyasına yalnız karboksil qrupu daxil olacaqdır. Bu 1 mol natrium hidroksidlə neytrallaşma reaksiyasına girir. Burada natrium metal dediyinə görə hər iki H natriumla əvəzlənir. Ona görə də nəyi seçirik? 2 və 3 düzgün cavab C bəndi olur. 43-də karbon monoksid verib. Üzərinə hidrogen əlavə elədik. Metil spirt alınır. Metil spirtinin üzərinə yenə karbon monoksid əlavə eləyəndə sirkə turşusu alınır. Sirkə turşusunun üstünə yenə də sirkə turşusu əlavə edib. Oradan su çıxardıbdır. Bu artıq sirkə anhidridinin alınması deməkdir. 2 mol sirkə turşusundan 1 mol suyu qopardırıq. Nəticədə sirkə anhidridi yaranır. Cavab da olur D bəndi. 44-də aldehidin oksidləşməsindən 25,5 qram bir əsaslı karbon turşusu əmələ gəlir. Aldehiddən turşu alınanda sxemə diqqət edin. Burada bir oksigen atomu artır, yəni 16 qram fərq yaranır. Bəs bizdə nə qədər fərq yaranıbdır? 21,5, 25,5. Çıxırıq. 25,5-dən çıxırıq 21,5. Fərq oldu 4. İndi bunun hansı tərəfi ilə istəsəz tənasüb qura bilərsiniz. Sonra deyək ki, turşu molekulunda bir üçlü karbon atomu var. Onu turşu tərəfindən tənasüb quraq. 16 olanda bilmirəm bu turşu hansı turşudur. Amma 4 qram fərqlə verdiyi turşu 25,5-dir. Buradan A-nı tapırıq. Yəni turşunun molyar kütləsini tapmış oluruq o zaman biz. 25,5-i vururam 16-ya, bölürəm 4-ə. Cavab eləyir 102. Turşuların da ümumi formulu CnH2nO2 olduğuna görə 14-in üstə gəl 32-ni bərabərləşdirib 102-yə. Buradan çıxırıq 70. 14-in bərabərdir 70. N də bərabərdir 5. İndi elə bir turşu götürməliyik ki, karbon sayı 5 olsun. Həm də molekulda bir üçlü karbon atomu olsun. Bax, A-da 2, 4, 6 karbon var. Bunu çıxırıq. B bəndində 5 karbon var. Bunu saxlayaq. Həm də 1 karbon üçlüdür. C-də 4 karbon var. Çıxırıq. D-də karbon 4-lüdür. Y-də üçlü karbon var. Amma ümumi karbon sayı 4-dür. Ödəmir. Cavab da olur burada B bəndi. 45-də birinci mərhələ aldehidin hidrogenləşməsidir. Aldehid hidrogenləşəndə bu reduksiyadır. Buradan alınmalıydı spirt, amma turşu yazıblar səhvdir. Sonra turşunun oksidləşməsindən karbon qazı alıbdır. Bu doğru fikirdir. Aşağı istiqamətdə gedəndə aldehidin oksidləşməsindən turşu alınmalıydı, amma spirt alıblar. Demək ki, burada yalnız C bəndi doğrudur. 46-da bu birləşməni əmələ gətirən spirt dietil efiri ilə izomir. Dietil efiri C2H5O C2H5. Deməli, bunun izomeri olan spirt C4H9OH-dır. Spirt dietil efiri ilə izomerdir. Burada da spirt tərəf, bax bu hissədir. Onda R2-nin əvəzinə yazıram C4H9. Turşu isə propanalın oksidləşmə məhsuludur. Propanal aldehiddir. Oksidləşəndə propan turşusu alınır. Propan turşusunda cəmi 3 karbon olmalıdır. 3 karbonun biri karboksil qrupunda. Bunda burada 2 karbon əlavə edirik. Bu da düzəlir. Və deyək ki, R1 və R2 radikallarını müəyyən edin. R1 olacaqdır etil, R2 də olacaqdır butil. Və cavab da A bəndi. 47-də hansı reaksiyadan gümüş güzgü reaksiyasına daxil olan maddə alınır? Birdən alınır aldehid. Gümüş güzgüyə daxil olur. 1 aiddir. 2-dən bakteriya iştirakında etil spirtinin oksidləşməsidir. Sirkə turşusu alınacaq. Onu çıxırıq. Aid deyil. 3-dən natrium formiat alınır. O da gümüş güzgü reaksiyasına daxil olur.
4-də isə sirkə turşusu natrium duzu alınır, o daxil olunur. Deməli, 47-də də cavab olur C. 48-də X nədir ki, mis 2 hidroksidlə reaksiyaya daxil olur və nəticədə mis 1 oksid alınır. Bu, mavi, qırmızı, sarı rəng dəyişimi olan reaksiyada aldehidlər daxil olur. Sonra kalium permanganatla reaksiyaya girmir. Gümüş 1 oksidin oksidləşərək qarışqa turşusu əmələ gətirir. A variantı və B variantı burada uyğun ola bilər. Y-i yoxlayaq. Y nədir ki, o mis 2 hidroksidlə reaksiyaya daxil olmur. Amma kalium permanganatla oksalat turşusu əmələ gətirir. Buna da alkin uyğundur. Həm də amoniak su ilə də reaksiyaya daxil ola bilir. Gümüş 1 oksid amoniaqdakı məhlulu ilə. Sonra Z maddəsi də nədir ki, o mis 2 hidroksidlə reaksiyasında natrium hidrokarbonat əmələ gətirsin. Buna da qarışqa turşusunun natrium duzu aiddir. Cavab da A bəndi. 49-da bizə 0,5 litr. Yazıram ki, V bərabərdir 0,5 litr. 2 mol böl litr qatlıqlı. C də bərabərdir 2. Bu qarışqa turşusuna aiddir deyə yuxarıda onu qeyd edirəm və burada mol miqdarını tapıram ki, niyə bərabərdir? CV olduğuna görə 0,5-i 2-yə vuranda burada 1 mol qarışqa turşusu var. Sonra onun üzərinə natrium hidroksid verib bizə. Bu da natrium hidroksid. V-si bərabərdir 1, C-si də bərabərdir 2. Buradan tapırıq ki, niyə də bərabərdir 2-yə. Natrium hidroksid məhlulu. Daha sonra isə 2 mol miski hidroksid əlavə olunur. Məhlulda lazımi şəraitin olduğunu bilərək hansı reaksiyaya getməz? Deməli, bizdə nə var? Bizdə var 1 mol qarışqa turşusu, 2 mol natrium hidroksid. Bu, qarışqa turşusunun 1 molu, natrium hidroksidin 1 molu ilə reaksiyaya daxil ola bilər. Çünki biri bir əsaslıdır, biri bir turşuludur. Birəbir nisbətdə neytrallaşma reaksiyaları baş verir. Ona görə deyirəm ki, 1 gedər. Və burada bizim 1 mol natrium hidroksiddən artıq qalacaqdır. Sonra qarışqa turşusunun mis 2 hidroksidlə reaksiyasını verir. Bunu hələ ki saxlayaq. Bizdə nəticədə bax bu maddə alındı. 1 mol. O maddədə getməz soruşur da bizdən. O maddədə mis 2 hidroksidlə reaksiyaya daxil olar və axırda natrium hidrokarbonatın natrium hidroksidlə reaksiyası. Burada natrium hidrokarbonat alınır. Natrium hidroksidində 1 molu artıq qalıbdır. O da reaksiyaya daxil ola bilər. Deməli, 3-də gedər, 4-də gedər. Niyə onda biz 2-ni seçmədik? Daha sonra dediyinə görə əvvəlcə mühitə qələvə əlavə olundu deyə birinci reaksiyası getdi. HCO natrium. Və sonra bu HCO natrium alınandan sonra o mis 2 hidroksidlə reaksiyaya daxil oldu. Natrium hidrokarbonat əmələ gətirdi. O natrium hidrokarbonat da əvvəlcədən burada mövcud olan natrium hidroksid var idi. Çünki 2 mol idi, 1 mol işlənmişdi. Onun 1 mol ilə reaksiyaya daxil olub natrium karbonatı verdi. Ona görə biz 2-ni seçmədik. 2 burada getməz.